Bir, iki, bir, iki, bir, iki. Sol ayağı düzelt. Bir, iki. Geri kalma kızım. Geri kalmasan geri kaldın ki. Bir, iki. Bir yerde. Sovet Məlumat Bürosundan 1941 yıl sentyabrın 21'inde səhər və axşam məlumatından 1941 yıl sentyabrın 21'inde qoşunlarımız bütün cəbhələrdə, xüsusən Kiyev ətrafında şiddətli döyüşlər keçirmişlər. Şimal-Qərb istiqamətinin bir məntəqəsində təyyarəçilərimiz düşmənin 4 təyyarəsini vurmuş, 5 Alman tankını, ərzaqla dolu 15 nəqliyyatı və hərbi sursat ambarını məhv etmişdir. Odessa ətrafında Alman-Rumun qoşunları top ateşi hazırlığından sonra müdafiəmizin bir məntəqəsinə 2 dəfə hücum etmişlər. Sentyabrın 19'unda 60 Alman təyyarəsi məhv edilmişdir. Bizim qoşunlarımız 24 təyyarə etirmişlər. Fin sahil müdafiə zirəhlisi İlmarinin Fin körfəzində hərbi gəmilərimizin hücumu zamanı minaya toxunub batmışdır. Sentyabrın 21'inde bütün cəbhə boyu qoşunlarımız düşmənlə döyüş keçirmişlər. Uzun və şiddətli döyüş günlərindən sonra qoşunlarımız Kiyevi tərk etmişlər. Elmira, bir bax gör nə qədər maşın gəlir. Nə olsun? Gəl mənə kömək elə. Salam xanım qızlar. Gözəl qız, biraz su verməzsən içə? Niyə belə utanırsan axı, ha? Bir söz demədim ki. Sizdə məyər qonağa su verməz də? Bəs nəylə içəcəksiniz? Əlimlə. Tök bura görün. Əllərinizi yuyun. Balacalara nümunə göstərmək üçün yuvaq da. Bura niyə gəlmisiniz? Axtarırıq. Nə axtarırsınız? Anama gəlin axtarırıq. Xanım qız, o sudan ver heç olmasa maşına tökək. Görmürsən necə yanır? Bulaq yaxındadır. Səidə, nə durmuşsan, gəlsənə. Alın. Nə olar, buradan götürərik, de? Ha, Məzər, Ha? nə olub yenə? Su qutarıb da su tökürəm. Ha. Səidə, nə durmuşsan az? Sənə gəl demirəm. Ay Lati, sür gedək. Ay, verin, sərdən çağırıram, eşitmirsin. Sağ ol, ay qız. Xudahafiz. Xudahafiz. Əşi, belə də biabırçılıq olar. Nə olub, nə biabırçılıqdır, ay kişi? Mən indi qonağı hara gətirim? Nə qonaq? Mühəndisdir, şəhərdən gəlib. Tez ev eşiyi yığışdır. Bircə qonağımız çatmırdı. Ayar var. Bu yerlərdə təzə mədən tapıblar. Dəmir çıxadacaqlar. Dəmir? Hə. Dəmir yeyəcəyik. Ondan sonra biraz taxıl tap edilər də. Ay hay, mən səni necə başa salım? Yox, buralara qonaq zad gətirmək olmaz. Ev deyil ki, bura zibilxanadır. Neyliyim, bu boyda külfət tökülüb mənim boynuma. Pişir, düşür, yığ, yuv, ütülə. 6 uşaq, səndəki onlardan bətər. Nə istəyirsən məndən, Səidə! Hanı Səidə? Mən nə bilim hanı? Ay Səidə! Ay Səidə! Al, sənə şad xəbər gətirmişəm. Çox sağ ol, Şərif Dayan bəy. görüm. Dayan. Aha. Al, bu da sizin jurnal. Çox sağ ol. Az dədə məndən salam yaz, ha. Yazaram mütləq. Bu nədir, xincal pişirsən, nədir? Sağ ol. Sağ ol. Mənim istəyili balam, burada döyüş meydanında hər vaxt sənin səsin qulağıma gəlir.
Deyirdin həyətimizdə əkdiyimiz ərik ağacını elə bəsləyəcəksən ki, mən cəbhədən qaydana kimi çoxlu bəhər verəcək. Yaxşı baxsan, üzümüzə gələn yazda ərik ağacımızın nübarı olacaq. Rəhim babaya məndən salam söylə. Deyinən ki, onun nəvəsi öz yanımdadır, gözüm üstündədir, babasını yaran olmasın. Məktəbdə dəcəlidir, amma burada düşməni gözündən vurur. Həmid kişinin də oğlu qonşu cəbhədədir. Bir-birimizdən xəbər tuturuq. Oralarda havalar necə keçir? Cəbhədən qayıdan varmı? Mənə tez-tez məktub yaz. Buralarda hava Səidə, xoşdur. açarı ver. Ağac altında oturub, sənə məktub Yox. yazıram. Ver açarı deyirəm. Yox, vermirəm. Aç atağın qapısını qızım. Aç mənim ağıllı balam. Yox, atamın otağına heç kəs ayaq basmayacaq. Gəldilər. Biyabır olduq. Əmi, axı mənim atam qayıdacaq. Ağzım bir başa düşdü ha. Qonağa hörmət lazımdır. Yox, mən bura heç kəsi buraxmayacağam. Yaxşı, bəs mən qonaqların üzünə necə çıxa bilərəm? Cəmaat nə deyər? Biyabır olarıq, bala. Səidə, hara getdin az, evdə bir içim su yoxdur. Gidik bulu. Yaxşı, yaxşı, ona toxunma. Özüm gətirərəm. Ay sağ ol. Dayan, dayan deyirəm sənə. Dayan, dayan, saxla, saxla. Bunun bir maşın sürməyinə bax. Yekə oğlansan, maşını sürəndə bir dala bax da. Görmürsən, ağacı niyə sındırırsan? Bağışla bilmədim, keş günahımdan.